Salam olsun əziz və böyük Türk millətimə. Salam olsun Mustafa bəy sizə. Salam olsun MGTV izləyicilərimizə. Bugün demək istədiyim, dünən Türkiyə Cumhuriyyətimizdə Antalya'da Dünya Diplomatiyasının forumu keçirildi və bu hər il keçirilir. Mən çox vaxt izləyirəm bunları. Bu il dünən yəni keçirilən Dünya Diplomatiyası forumunda iştirak edən dövlətləri gördüm. Qatar, Gürcüstan, Ermənistan, Azərbaycan Cumhurbaşqanı İlham Əliyevin ora getməyi Türkiyə Cumhuriyyətinə böyük bir dəstək idi. İndoneziya, Bolqarıstan, zaten Bolqarıstan həmişə Türkiyənin yanında olub, Osmanlıdan bəri. Boşna və bir neçə dövlətlər. Və burada bir də Rusiyanın Lavrov, Dışişlər Bakanı Lavrovun orada iştirak etməyi. Hansı ki o Lavrovu da dünyada artıq Dışişlər Bakanı kimi nə tanımırlar, nə də siyasi karyerasına xət çəkirlər. Heç bir yerə dəvət edə bilər, heç yerdə lazım deyil o. Nəysə, hamısı bunlar iştirak elədi. Və Suriyanın yeni Cumhurbaşqanı Gülani, Əhməd Əşşərov. Baxın, Dünya Diplomatiyası forumunda öncəki illərə mən diqqətlə baxıram, YouTube'da başqa illərə də 3 il, 5 il bundan qabaq. Dünyanın diplomatiyasını idarə edən, sözü deyən dövlətlər İngiltərə, Fransa, Almanya, İspaniya, Portuqaliya, İtaliya, Norvegiya, Finlandiya, Avstriya, digər qabaqcıl ölkələrin hamısı diplomatları olurdu. Amma bu il, yəni dünən heç bir olmadı bunların. Yəni dünya diplomatiyasının əsas baş rol oyuncuları olmadı. Və bunu da deyim ki, İngiltərə Brexit elan eləyərək Avropa Şurasından çıxanda ilk birinci maddəsi əsas oydu ki, əgər Türkiyəni Avropa Şurasına alarıqsa, 82 milyon Türk bütün Avropanı götürəcək. Və bunun qorxusundan, yəni bu təhlükəyə görə İngiltərə ilk birinci bəndi Brexit'də Avropa Şurasından çıxdı, Avropa Birliyindən çıxdı. Yəni Türklərə görə. Ki Türklər olmasın Avropa Şurasında. Və bunu hər kəs görür, yəni aydınlarımız, dişlərlə məşğul olan diplomatlarımız görür. Ancaq əfsuslar olsun ki, bizim bugünkü iktidarda olanlar, çox adamlar görmür bunu. Baxın, Türkiyəmizin üzərinə elə bir elbisə geyindirirlər ki, niyə Osmanlılıq, həm də Gülani'ni Türkiyə özü də terörist kimi tanıyırdı. Gülani ilə MİT İstihbarat Başkanı İbrahim Kalın'ın poz verməyi, Əməvi gəmisində namaz qılmağı, arxasınca Sayın Dişlər Bakanı Qafidan orada getməyi, Əməvi gəmisində namaz qılmağı, Şamı gecə seyr eləməyi, çay içməkləri və Trump'ın da hər dəfə yeri düşdükcə Sayın Recep Tayyip Erdoğan'ın tərifləməsi ki, heç kəsin bacarmadığını Recep Tayyip Erdoğan bacardı. Suriyada Əsadı belə çıxartdıq, belə qovaladıq. Bu böyük bir tuzaqdır. Çox yaxın zamanlarda Türkiyə bizə qarşı, dünya insan haqları və terrorizmə qarşı məhkəmələri hərəkətə keçirərək Türkiyəmizi terörist dövlət kimi göstərəcəklər. Yəni terrorizmi dəstəkçisi kimi. Necə İranı, Haması dəstəkləyən və digər terror təşkilatlarını dəstəkləyən kimi terror dövləti kimi göstərirlər. Türkiyəmizdə eyni edəcəklər. Ona görə İngiltərə, İsrail, Amerika, CRU, CIA bu operasyonun başında duran bunlar idi. Gülani də bunların adamı idi. Və özlərini geri çəkdilər. Bütün media, manşetlər dünyaya Türkiyəmizi elan etdilər. Və buna da
İstihbarat başkanımız gelir bir yerdə teröristlə poz verirsə də, arxasıca dişləri bakan gedirsə də, Sayın Hakan Fidan, yarın bunların işinə gələndə, bunlar məhkəmələri hərəkətə keçirərək Türkiyə Cumhuriyyətimizi terror dəstəkçisi kimi tanıtacaqlar. Bax, bilin, bir təhlükə də budur. Allah'a emanet olun.